Son dönemlərdə əsasən də Covid vaksinindən sonra insanlar arasında belə bir psevdo informasiya var. Vaksinlər insana ziyandır. Xeyr, əsla belə deyil. Əsas da bugünkü mövzum HPV vaksinidir. HPV vaksini tamamilə ziyansız, hətta ölümcül uşaqlıq boyunun xərçənginin vaxtında müalicəsi deməkdir. Əziz xanımlar, dünyada artıq 9 yaş üzəri bütün qızlara, qadınlara HPV vaksinasiyası olunur. Lakin bizim ölkəmizdə bəzi qadınların maarifsiz olmağı və vaksinlə çox gec tanış olmaqları bu haqda çox dezinformasiyalar yaradır və vaksinə uşaqlarını aparmaqdan qorxurlar və yaxud da özləri gec vaksinasiya olurlar. Mən isə məsləhətim budur. Heç olmasa bizim qadınlarımız ilk cinsi əlaqədən öncə mütləq qaydada HPV vaksini olsunlar. Əsasən də Gardasil 9. Çünki Gardasil 9 növ onkovirulentliyi yüksək olan viral infeksiyaların qarşısını alır. Əgər 26 yaşına kimi vaksinasiya olarsınızsa, bəzi mənbələrdə isə bu 15 yaşına göstərir. 2 doz şəklində yetərlidir. Lakin 26 yaşından 45 yaşına kimi vaksinasiya olacaqsınızsa, bu isə 3 doz şəklində aparılmalıdır. Uşaqlıq boynu xərçəngi dünyada süd vəzi xərçəngindən sonra ikinci yer alır. Əziz xanımlar, düşünürəm ki, mənim bu paylaşımdan sonra vaksin mövzusunda fikirləriniz daha ciddi olacaq və bu mövzuya dırnaqarası yanaşmayasınız.